əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi faciə ilə bağlı yeni veb-sayt yaradılıb. Qarabağ.gen.az internet saytının bir layihəsi olan Ağdaban.org veb-saytında faciə ilə əlaqədar doğru məlumatlar və fotolar yerləşdirilib. Bildirilir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecədə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb. Kəndin 779 sakininə işgəncələr verilib. 67 nəfər qətlə yetirilib. 90-100 yaşlı 8 qoca, 2 az yaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb. 12 nəfərə ağır bədən xəsarəti yetirilib. 2 nəfər itkin düşüb. Ümumilikdə isə Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 221 nəfər isə əsir götürülüb. Törədilmiş Ağdaban faciəsinə biz diqqət cəmləmək istəyirik və istəyirik ki, cəmiyyətdə Ağdaban faciəsi artıq beyinlərdə otursun, beyinlərə yerləşsin. Çünki küçədə bir insanı tutsaq, soruşsaq ki, Ağdaban faciəsi haqqında nə bilirsiniz? O heç bilməz ki, Ağdaban adında bir kənd var, orada belə bir faciə törədilib. Yəni, bu saytı yaratmaqda ilkin məqsədimiz odur ki, birinci küçədəki öz millətimiz, öz xalqımız xəbər tutsun bu faciədən. Üçüncüsü də bu internet vasitəsilə yaradılan bir şeydir. Yəni, bunu biz dünyaya car çəkməliyik. İnternetin də imkanları geniş olduğu üçün bu faciəni biz artıq İngilis dilində materiallar hazırlayırıq, başqa dillərdə materiallar hazırlayırıq ki, bunu bütün dünyaya çatdıraq. Yaxın vaxtlarda veb-saytda həmçinin Aynes telekanalı tərəfindən təqdim olunmuş video yazılar da yerləşdiriləcək. Cahid İsmailoğlu'nun sözlərinə görə Dağlıq Qarabağ həqiqətlərini əks etdirən saytların yaradılması baxımından Ermənistan Azərbaycandan çox irəli gedib. Çünki Azərbaycanda bu mövzuda sadəcə bir sayt fəaliyyət göstərir. Qalanlar isə tələb olunmuş illik vəsaitləri ödəyə bilmədiklərindən işləmirlər. İndiyə qədər biz çox layihələrimiz var Qarabağ mövzusunda. Halbuki bizim maliyyə imkanlarımız çatmır ki, onu toplayaq bir yerə. İndi hərdən bir layihə həyata keçiririk, onu da öz gücümüz çatdığı qədərilə edə bilirik. Problem orasındadır ki, bizə yəni bu mövzu ilə bağlı kömək eləyən yoxdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində isə bəyan edirlər ki, qurum öz imkanları daxilində həmçinin digər təşkilatlarla birgə müəyyən layihələrə yardım etmə məqsədi ilə işlər aparır. Nazirliyin İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsinin müdiri Rüfət Gülməmmədovun sözlərinə görə büdcə bölünərək dövlət tərəfindən təsdiq olunarkən bunun konkret sərf olunacağı sahələr əvvəlcədən göstərilir. Buna görə də qurumdan hər hansı bir maliyyə yardımın istəməsi düzgün deyil. Əgər həmin şəxs olaraq müraciət edirsə ki, biz buna, məsələn, tutaq ki, onun Qarabağ naminə bu ideyasını reallaşdırmaq kömək eləyək. Yəni, hökm deyil ki, ona maddi formada nəsə kömək eləyəsən. Mən qeyd etdim ki, bizim yaxşı mütəxəssislərimiz var. Biz ona mütəxəssis məsləhəti kimi göstərə bilərik. Biz ona müəyyən saytların yaradılmasında təmənnasız olaraq kömək göstərə bilərik. Hətta biz onlara, məsələn, sonradan o saytın saxlanması ilə bağlı hosting xidməti deyirlər. İmkan daxilində, əgər resurslar imkan verərsə, onu da etməyə, yəni, həmişə çalışırıq. Rüfət Gülməmmədovun sözlərinə görə hazırda Nazirliyin dəstəyi ilə Qarabağ abidələrini özündə əks etdirən saytın üzərində iş gedir. 3 dildə olacaq saytın yaxın 1-2 ay ərzində rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır. Yelena Sidarenko, Ramin Yaqubov, İlhan Hüseynov, ANS.